Heç bir tortun dadını verməyən, tam fərqli, özünə məxsus bir dad. Söhbət pitiçli malako tortundan gedir. Qaşıqla kəsdiyiniz an, yağ kimi rahat kəsilən, ağızda xüsusi və fərqli dad verən tortdur bu tort. Bişirməsi əziyyətdir, amma dadı ilə özünə məxsus tam bir fərqli dadı var. Söhbət pitiçli malako tortumuzdan gedir. İlk öncə kanalıma abunə olun ki, çünki sizinlə dadına əmin olduğum ən fərqli tortları paylaşıram. Bu tort mənim ən sevdiyim tortlardan biridir. Bir dəfə yeyən daimi istifadəçisi olur bu tortun. Məni tanıyanlar hamısı bilir ki, mən bu tortu çox dadlı bişirirəm. Son günlər TikTokda daim bu tortu kəşfətdə önümə çıxır. Hamı bu tortu bişirir. Amma açıq sizə bir sir deyim, heç kim mənim kimi bişirə bilmir bu tortu. Çünki mən öz bişirdiyim tortun dadına 100% əminəm. Bu tort o tortdur ki, qaşığı bir dəfə vurursan yağ kimi kəsilir. Sizə də zaten kəsilmə anını, qaşıqla kəsildiyi anı, hər birini paylaşmağa çalışıram ki, xanımlar bilsinlər və məlumatlansınlar. Bu tortu əgər evdə bişirmək istəyirsinizsə, biraz tənbəl xanımlar çətinlik çəkə bilər bu tortu bişirdiyi zaman. Çünki bişirməsi bayağı bir əziyyətli tortdur. Xəmirini bişirirsiniz, kremini bişirirsiniz, üstünə glazurunu bişirirsiniz. İkinci kremini hazırlayırsınız, yəni adi malako yağ kremi, dədə-baba kremi və onlar iki krem bir araya gəldiyi zaman, bu tortun arasına getdiyi zaman inanın ki, ortaya çıxan nəticə möhtəşəm olur. Bu tortu mənə sifariş vermək istəyirsinizsə, direktdən müraciət edə bilərsiniz. Bu tortun hazırlanmasında püf nöqtə odur ki, xəmirlərin laylarını bişirdiyiniz zaman mütləq sürətdədir ki, qıpqırmızı qızartmalısınız ki, yediyiniz zaman mənim bişirdiyim tortun dadı gəlsin. Qıraqlarını səliqəli şəkildə, kremi bol şəkildə olmalıdır ki, bu tortun dadı keçmiş pitiçli malako tortunun dadı olsun. Glazuru evdə hazırlayıram. Səhifəmdə reseptini, glazurunu ayrıca zaten yerləşdirmişəm. Kanalıma abunə olun. Bəs siz necə? Siz pitiçli malako tortunu mənim kimi hazırlayırsınız? Kommentdə fikirlərinizi gözləyirəm. Sağ olun, gələn videolarda görüşənədək.